Merhaba, iyi akşamlar. Yayınıma hoş geldiniz. Burası Sohbet Odası. Yine çok enteresan, güzel ve samimi bir konuğum var. Konuğum Azerbaycan'dan Mirfarhat Habibi. Mirfarhat Habibi Azerbaycan'da öncelikle sunucu olarak başlamış ve besteleriyle, sesiyle sevilen tanınmış bir sanatçı. Mirferhat benim dostluğum, Mirferhat benim yaşadığım en güzel duygularım diyebilirim. Bu hayatta dostluğu becerebilen en güzel insan, bir ömür onunla bu dostluğu sürdürebilecek çok güzel bir insanla tanıştıracağım sizi. Ben çok konuşmadan kendisini davet etmek istiyorum ve sabırsızlıkla bekliyorum çünkü anlatacağımız çok şeyler var. O benim yıllarımın dostu. Mirferhat'ı yayınıma almak dileğiyle. Buyur Mirferhat, seni bekliyoruz. Salam, hər vaxtınız xeyir olsun. Səbinə Salam. xanımdınız. Yəni artıq bir əlavə edəcək bir sözüm yoxdur. Mənim üçün də çox xoşdur sizin kimi bir insanı tanımaq, ailə dostu olmaq. Bilirsiniz ki, hər insanı ailə saymaq olmur. Nəinki ailə, heç dost saymaq olmur indiki dövrdə. Amma siz o sınaqlardan keçmiş və mənim dünya axirət bacım olaraq hər zaman da könlümdə yaşayacaqsınız. Ben hele anlatabileceğimin en azını anlatmışam. Hele neler anlatmak istəyərəm səndən bağlı. Ürəyimdə, qəlbimdə səndən o kadar doludur ki, ürəyimdəki. Hani Azərbaycanda, Türkiye'de ve hatta bütün dünyada oğlan ve kızın dostluğu olmurun bariz nümunəsi ki biz o dostluğu çoxdan aşmışız. 10 ili də bitirmişiz, 15 ili də bitirmişik. Artıq bizimki bacıdan, qardaşdan, anadan ötə olub bizim dostluğumuz. Nə yaxşı ki varmısan, nə yaxşı ki səni tanımışam, nə yaxşı ki oğlumun yoluna çıxmısan, oğlumun vasitəsilə də səni tanımışıq. Mənim üçün də xoşdur. İnşallah ki, necə ki vurğuladığınız kimi 10 ili keçib artıq. Bir deyim var, filosofların bir deyimi var ki, əgər bir insan İlber Oktay rəhmətli idi, Allah rəhmət eləsin, onun da bir sözü var idi. Deyir ki, əgər bir insan ki 5 ili aşkın bir dostluğu varsa, artıq o can bağı ailədən sayılır. Kənar bir şəxs sayılmır o insan. Mənim üçün də artıq belə bir insanların var olduğuna heç bir şübhəm yoxdur. Dilerim ki Allah'tan her şey gönlünce olar. 2026. yıl sənə uğur gətirər, sevinç gətirər. Dinləyicilərimizə, izləyicilərimizə bunu söylemek istedim. Bugün Mirferhat'ın yeni bir klipi, yeni bir mahnısı ışık hızı görüp, hatta bu an YouTube kanalında yayındadır değil mi? Benim bildiğim kadarıyla. 15-20 dəqiqədir artıq yayımdadır. Ne yazık ki biz de yayındayıq, izləyeməmişəm hələ, amma mən hər kəsdən ötə birinci izləmişəm deyə o həyecanı keçmişəm, amma YouTube'dan da izləyib bir izləyici, dinləyici olaraq yorumumu yazacağam. Bundan öncəki mahnım da Səbinə Ürfana aiddir, sözləri, musiqisi. Əgər arzu eləsəniz onu da dinləyə bilərsiniz. Klipi ilə yayımdadır və tərəf müqabilim də elə klipdə özü sağ olsun, sözümü qırmadı. Məndən bir ömür boyu insanların yaddaşına bərabər bir anımız qalsın deyə çəkdirdik. Hər halda ki zamanını almadım deyə düşünürəm. Çünki sən bilirəm sən konsertlərin var, toyların var, hər gün səhnə alırsan. Çox uzun zamandan bəri istəyirdim Mirfərhadı konuk alım, gəlsin verilişimdə, proqramımda. Amma olmurdu çünki çox yoğundu, çox işləri çoxdu, toylarda, düyünlərdə və hər səhnələri var. İlk sualımı sənə yönləndirmək istəyirəm, əziz dostum, qardaşım. Musiqi ilə necə tanış oldun? İzləyicilərimizə bir şey söyleyeyim sonra başlayayım. Mirferhat Azərbaycanlı olduğu için, benim de köküm Azerbaycan olduğu için. İnşallah Türk dostlarımız ve arkadaşlarımız benim dilimden anlarlar. Ben bugün Azerbaycan dilinde danışacağım, konuşacağım. Yani iki tarafa da fikrimi iletebileyim diye. İlk sorum, musiqiyle necə tanışdın və səni musiqiyə nə bağladı? Necə özündə kəşf elədin ki, artıq sən mahnı oxumaq istəyirsən, artıq sənin yerin səhnələrdir? Əslində, mən azdan çoxdan bilirsiniz də, tibblə bağlıdır mənim işim. Deyərik ki, tibb universiteti üçün hazırlaşırdım, amma eyni zamanda Dalğa bizim Şən Hazır Cavablar klubu var idi. Məktəblər arası, mədəniyyət idarəsi ilə belə əlaqəli. Orada da ara-sıra musiqi məktəbləri ilə filan yarışlara gedirdik. Belə çıxışlarımız olurdu, dərnəklər arası. Orada da var idi, amma Allah qalanlara can sağ versin, dünyadan köçənlərimizə rəhmət eləsin. Atam həmişə bir şey deyərdi. Bizdə Şamu müəllim, Şamu doktor var, daha doğrusu cərrahdır. Həmişə məni misal onu çəkərdi. Deyərdi ki, bax onun səsi var. Həm cərrahlığını eləyir, həm də musiqisini oxuyur da. Yəni sevir, oxuyur. Sənə Allah verib onu. Məncə sən hər ikisini davam elətdirə bilərsən. Və illər sonra biz elə oldu ki, oxumaq o yan bu yan, gəldik çıxdıq elə bir vəziyyətə. Mən bir şirkətlə tanış oldum. Orda şirkətin konfransları filan olurdu, tədbirləri olurdu, amma xarici şirkət olduğuna görə daha azad idi seçimlər. Orda bir
yenidən tanışdığımız oldu Rüstəm Zeynallı ilə. Onların sayəsində deyək ki, belə. Bir vəsilə oldular ki, illə də bir mahnı oxumalısan. Hər bir, status olan orada da Azərbaycana görə yaxşı status var idi. Vəzifəm var idi belə deyək, iş strukturu olaraq. Və onlar mənə təkid elədilər ki, illə də bir şey oxumalısan. Mən israr elədim ki, xeyr, oxumayacağam. Elə oldu ki, saqqızımı uğradılar. Bu vəsilə ilə də mən Rüstəm Zeynallı ilə tanış oldum. Rüstəm Zeynallı ilə tanış olandan sonra sağ olsun, Rüstəm Şeronun rəhbəridir Azərbaycanda. İfaları ilə, bəstələri ilə, qrupu ilə, Vaqif Cələlzadənin qrupu ilə çox tanınmış simalardandır və eyni zamanda çox istedadlı. Elə oldu ki, bu mənə çox böyük, mühüm bir dəstək oldu, amma mən onu qəbul eləmədim 2 il, 3 il. Ondan sonra hətta Röya xanımgil oradaydı. Sonra indi hal-hazırda Azərbaycan Respublikasında bir olan ifaçılar var idi orada. Tərlan Növrəslilər, Nurlan Növrəsli qardaşları, bir xeyli Elçin Cəfərov filan. Onların yanında mənə dedi ki, bax mən sənə bunların yanında söz Yaşar Yusuf filan. Sonra Rəşad Altınsəs var. Tanıyırsınız, onu da Türkiyədə də tanınmışdı. Yaxşı səsi var, həm də yerlimizdir. Burdan da salamlayıram hər birinin adını çəkdiklərimi. Və onların yanında mənə dedi ki, sən mənim sözümə baxsan, mənim yanıma 1 il gəlib məşğul olsan, sən Azərbaycanda barmaqla göstəriləcək qədər möhtəşəm ifaçı olarsan. Nəysə, hər bir insan kimi mən də ona qulaq asmadım. Yəni ciddi gəlmədi mən. Mənim işim var idi, mənim vaxtım olmurdu. O baxımdan razılaşmadım. Və 2 il sonra atamla məsləhətləşdim filan. Dedi ki, mən sənə həmişə demişəm ki, get ifa elə. Allah o səsi hər kəsə vermir. O nə oxumaqla olan deyil, yəni təhsil almaqla olan deyil. O hər hansısa bir qapıdan girib də mənim səsim oldu deyə bir şey deyil. Onu Allah ya vermiş, ya verməmiş. Və bu sözdən sonra da mən Rüstəm Zeynallı ilə getdim, görüşdüm və qucaqladı məni ki, nə yaxşı razılaşdın və bir tanınmış sima var idi orada. O hətta belə təəccübləndi ki, sən Rüstəm Zeynallı kimi bir adama 2 ildir yox deyirsən. Mənə adı gəlirdi ki, nə var ki burada? Yəni belə oldu tanışdığım. Ondan sonra şəxsi mahnılarım, bəstələrimlə çıxdım. O vaxtda birisi necədir? Mən hal-hazırda da belə bəstələrim deyəndə biraz mənə şey gəlir. Necə deyim? Təvəkküldən kənar gəlir ki, mən bəstəkar böyük bir sözdür. Çünki ifaçı olmaq üçün də ömür boyu öyrənmək lazımdır. İlk tanışdığım 2008-lə belə deyək, böyük səhnə aldım. Heç gözləmədiyim halda şirkətin təqdimatına. Hətta məni o səhnəyə almağım üçün olunmaz təkliflərlə qarşıladılar. Hətta Tarkan Azərbaycana gəlmişdi o vaxtı. İlk konsert idi. Hələ də xatırlayıram. Bizdə Respublika günündə 28 may, 27-si may Tarkanın konserti idi. Hətta belə dedilər ki, Tarkanı xahiş eləyiblər bir mahnı ilə bizim şirkətin 10 illiyində iştirak eləyəcək. Amma əslində mənim propagandamı aparırmışlar. Altdan. Belə təqdim ediblər ki, Tarkan gəlir və mən də oxumuşdum. Gözlərindən okunuyor, beni seviyorsun. Bununla çıxış elədim və mega bir təqdimat elədilər. Həqiqətən də başım gicəlləndi. İlk dəfə idi o qədər insanın qarşısına çıxırdım. Və bu mənim başlanğıcım oldu. Sonra 2 il sonra mahnım çıxdı və o da bəs qədər qədrimi bilmədin. Mega bir səs gətirdi. Bütün müzik play marketlərdə, efirlərdə, radiolarda, dövlət tədbirlərində və Allah rəhmət eləsin, bizim Gəncə və İdman nazirimiz vardı. Gənclərə çox böyük dəstək olurdu. Azad Rəhimov, qəni-qəni Allah ona rəhmət eləsin. Və belə onun deməyi ilə, onun məni belə tədbirlərinə çağırmağı ilə ki, çağırın, eşidək, canlı görək o uşağı və belə başladıq mükəmməl ifaçılığa. Deməzdim, amma öyrənə gedir. Yo, mənə görə sən çox mükəmməl bir ifaçısan. Ən azından şirin bir ürəyin var. Çox böyük səslər tanıyıram Mirfərat. Sən də şahidsən. İstər Azərbaycan olsun, istər Türkiyə olsun. Elə böyük səslər var ki, 3 oktava, 4 oktava səsi var, amma mahnını qarşı tərəfə ötürməkdə biraz zorluq çəkirsən. Mahnını çox mükəmməl oxuyur, bütün notalara doğru şəkildə vurğulayır, amma digər ki, o ruhu, o içindəki sevgi və mahnının içindəki yaşanmışlığı qarşı tərəfə ötürə bilmir. Amma səndə bu çox belə başqa bir aura var, başqa bir duyğu var səsində. Şən mahnılarda başqa bir sevinç var.
Həzin mahnılarda başqa bir niskil var səsində və bu ayrı bir Allah vergisi. Təbii ki, bunu heç bir zaman pulla, parayla, məktəblə almaq olmaz. Bu da barizdir. Mən 2-ci sualımı keçmədən öncə mən istəyirəm səndən izləyicilərimiz üçün burdan qısa bir dənə mahnı oxuyasan bizim üçün və bizim proqramın formatı belədir ki, əzizim Mirfərad, mən gələn burada izləyicilərin yorumlarını oxuyuram, hamısına xoş gəlsin deyirəm. Nərmin, Ziba, Vidadi Verdiyev, Ərcan bəy, gördüklərim bunlardır. Bu dəqiqə Nərgiz xanım xoş gəlmisiniz, səfalar gətirmisiniz. Hər kəsə salam deyir, sənə salam deyir izləyicilərimiz. Dostlarıma xoş gəldiniz deyirəm. Nevzat abi xoş gəldin, səni gördüm. Növbəti sualımı verəcəm sənə. Mənə hər dəfəsində çox maraqlı olub. Məsələn, özüm də bəstəci olaraq, bəstəkar olaraq və mahnı yazan və ya şeir yazan bir insan üçün ilk yazdığı şeir, ilk yazdığı bəstə və ilk oxuduğu mahnı ya da ilk yayınlandığı mahnı, ilklər, insan həyatındakı ilklər heç zaman unutulmur, bilirsən Mirfərad. Mənim üçün də var. Mənə də çox maraqlıdır, yəni illahda ki, sənətdə olan insanın ilkləri nə olub sənin üçün? Və ən uğurlu mahnın sənin üçün nə olub? 3 dənə sualı eyni anda toparlayıb verdim qardaşım sənə. İlk bəstən, ilk oxuduğun mahnı, ilklərin. İndi uşaqlıqda olub, onu artıq xatırlamıram. Heç qalmayıb da dəftərimi sizdən də bir şey göstərim də deyim. Sizin kimi mən də bəzən cırıb atmışam ki, niyə lazımdır ki, mən Bilirəm. yadımda deyil, amma ilk mahnılarım o vaxtı Mahsun Qırmızıgülün fanatı idim, belə deyək. Anam da çox sevir Mahsun Qırmızıgül. Ondan oxumuşdum. Yadıma düşmədi hal-hazırda hansı mahnısı idi. Belə birisi də sintezatorla, klavişlə oxumuşduq o vaxtı məktəbin tədbirində. Bura şey mahnısı var, hal-hazırda Rübai Ləzimov aranjman eləmişdi. Söylə mahnısı, söylə, 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 birazca rəhm eylə, sevgilimə ilə. O mahnı var idi. Bilqeys xanımın ifasında. Sözlərin musiqisi Əhməd Möhsün Aydınlı. O vaxtı bizim ən populyar gəlib oxuyurdular Mədəniyyət evində, biz də oxuyurduq. O var idi. Ondan sonra illər sonra şəxsi oxuduğum ilk lentə aldığım mahnı dediyim kimi Tarkanın mahnısı olmuşdu. Tarkanı da sevirəm. Yəni oynama şıqqıdım, şıqqıdım bu mahnıdan sonra Tarkanın fanatına çevrildim mən də. O gözlərindən yanıyor, beni seviyorsun. Onu mən dediyim bayaqlar vurğuladığım kimi girişdə tədbir üçün ifa elədim. İlk aldığım, studiyaya girib lentə aldığım mahnı o idi. Bilmirəm niyə, bəlkə sizdə də o var. İndi məsəl üçün mənə studiyada nəyisə oxumaq daha məsuliyyətli gəlir. O vaxtı çox sərbəst idim, rahat idim. Nə istəyirdim onu eləyirdim. Amma indi Ebru Gündeş kimi düşünürəm. Bunu oxuyum, bunu oxumayım, burada bunu eləyim, eləməyim. Bu şeylər bəlkə də zamanla daha göz önündə olursan, ola bilərsən, izləyici olur deyə bəlkə bu hisslər gəlir adamda. Amma ilk vaxtlarda belə bir şey yaşamırdım. İndi məsəl üçün Fərhad Göçərin bir mahnısı vardı. Fərhad Göçərin də mahnıları çox zildən gedən səslərdir deyə. O tizləri çoxdur deyə. Onun məsəl üçün mahnılarını o vaxtı daha sərbəst, rahat oxuyurdum. İndi də oxuyuram, amma tərəddüd eləyib oxuyuram da. Rahatçılığım olmur, belə deyim. Düşünərək oxuyuram, amma o vaxtı belə oxuyurdum. İlk bəstəm Qədrimi Bilmədin olub. Ondan sonra Yana Yana var. İlk bəstəm və ilk mahnım, ilk uğurlu mahnımda mənə uğur gətirən, Respublikamıza azdan çoxdan tanıtdıran, xit paradlarda nömrə 1 olan, bu günləri Respublikamızda xalq artisti adını almış populyar insanlardan xit paradlarında məsələn mən 1-də idim, onlar 2-də idi, 3-də idilər. Bir ay belə davam elədi. Xəzər TV, Burç FM filan. Bunlar hamısı mahnını sevərək paylaşdılar. Hətta verilişlərə çağırdılar. Hətta dövlət tədbirlərinə belə çağırırdılar o mahnı ilə ki, ifa eləyərik. Hətta İslam Şirvani aranjman eləmişdi. Aranjmanda kömək eləmişdi Arzu Abbasova ilə. Ona belə təklif eləmişdilər ki, icazə verər Mirfərad bəy bizim ATV-nin 10 illiyində o mahnını bizim mahnı kimi təqdim eləyək. Dedim təbii ki, müəllif hüquqlarını dəstəkləyərsizsə, qoruyarsınızsa problem yoxdur, səsləndirmişdilər. Mənim ilk mənə uğur mahnım, ondan sonra mahnı Firuzə oldu. Bizim köhnə mahnıdır. Bizə də görə bayağı bir səs gətirdi. Firuzə çox səs gətirdi. Firuzəni çox sevdilər, çox mənimsədilər. Amma o aranjmanla daha çox sevildi. Yeni hava qatıldı mahnıya, yeni ruh verdiniz. Hərəkət gəldi mahnıya. Əvvəlki Hamı aranjmanlar çox o qədər də yəni
İnsanları o qədər də yerindən oynatacaq bir aranjman deyildi. Toy variantları idi, amma mən elə bil onu müasirləşdirdim. Bütün bəqiyə ithaf eləyə bildim, belə deyək. Məncə Firuzə də başa söylə Firuzə qədrimi bilmədin. Sən ilk uç uğurlu mahnılarından biridir deyə bilərəm. Yəni mən də səni ən çox onlarla Bizim bəstə də sevilir. Harasa sevirəm. gedib, görürəm ki, gəlib deyirlər ki, bəlkə gündə 5 dəfə qulaq asırıq. Telefonları götürüb düşürlər üstümüzə ki, siz oxumun klipdə deyir, şeydir də, istər-istəməz də rəylənmə filan. Həm də bilirsən necədir? Mən özüm də bəzən elə olur ki, məsələn, tanıdığım adamdır, gündə oturub durduğum adam, məsələn, Çinarə Məlikzadə də deyək ki, hər gündə olmasa, vaxt tapdıqca görüşdüyümüz adamdır. Əvvəl daha çox tez-tez görüşürdük, indi maşallah olsun, işləri çoxalıb, gec-gec görüşürük. Amma onu da məsəl üçün mən orada başqa elə bəzən olur makiyajı ilə və yaxud da ki, geyimi ilə tamam fərqli görünür. İndi mən də o misali, ola bilsin ki, orada fərqli görünürəm, həyatda fərqli. Yaxınlaşanda deyirlər ki, bu mahnıya qulaq asmışdıq. Siz imişsiz, sizsiz, hə, addan bildik və yaxud da mahnıdan. Belə. Mənim əziz qardaşım, indi ürəyindən, içindən nə keçirsə onu oxuya bilərsən. Buradakı dostlarımızın Azərbaycanlılar ən çox təşkil eləyir. Sən yadıma düşəndə olsun. Olsun. Gəlsin. Bax mənim anam da izləyir, Murad abinin anası da izləyir. Maşallah xoş gəlmişlər, səfalar gətirmişlər. Analarımızı görsən necə aktivdilər maşallah. Hamısı səni dinləməyə gəlir. Bilirsən ki, anam sənin pərəstişkarındır da Miri. Sağ olsun, Facebookda görürəm. Aləmə nur tökülə, sən yadıma düşəndə. Gecə olsa ay çıxar, qaranlıqlar çəkilər, gecə olsa ay çıxar, qaranlıqlar çəkilər, gün olar, gündüz olar, şəfəq geyər düz dünya, bir dünyamı qovuşar, sevinç dolu yüz dünya. Gün olar, gündüz olar, şəfəq geyər düz dünya, bir dünyamı qovuşar, sevinç dolu yüz dünya. Kaş ölüm sənə yetə, kaş əlim sənə çata, sən yadıma düşəndə. Kaş ölüm sənə yetə, kaş əlim sənə çata, sən yadıma düşəndə. Mən təzədən gələrəm, sevmək üçün həyata, mən təzədən gələrəm, sevmək üçün həyata, gün olar, gündüz olar, şəfəq geyər düz dünya, bir dünyamı qovuşar, sevinç dolu yüz dünya. Gün olar, gündüz olar, şəfəq geyər düz dünya, bir dünyamı qovuşar, sevinç dolu yüz dünya. Bilirəm, səs yaxşı gəlir. Mən təzədən gələrəm, sevmək üçün həyata, mən təzədən gələrəm, sevmək üçün həyata, gün olar, gündüz olar, şəfəq geyər düz dünya, bir dünyamı qovuşar,
Sevinç dolu yüz dünya. Gün olar gündüz olar gündüz olar. Şafak yer düz dünya. Bir dünya mı kavuşar dünya mı kavuşar. Sevinç dolu yüz dünya. Səsinə, ürəyinə, nəfəsinə sağlıq. Mirfərad, sənə yeni suallarımdan biri də budur. Yeni işlərin, irəlidəki projelerin nədir? Yeni işlərim, çox işlərim var əslində, amma hal-hazırda bayaq vurğuladığınız kimi Mavi gözündə bizim Polad Bülbüloğlu'nun ifasında ilk 1971-ci ildə səslənib ki, uğursuz olub ki, hal-hazırda biz onların hamısını eşidə bilməmişik, ancaq Polad Bülbüloğlu'ndan eşitməyə çalışırıq. Ümid edirəm ki, bizim Deep House variantda müasir dövrün musiqi tələblərinə uyğun olaraq yeni aranjmanda təqdim elədik. Sözləri Fikrət Qocaya aiddir, musiqisi Polad Bülbüloğlu'na və dediyim kimi ilk ifaçısı da o olub. İnşallah ki, mənə də uğur gətirər. Sevdiyim mahnıdır. Bəstəçisidir, ifaçısıdır. Bizim uzun illərdə Mədəniyyət Nazirimiz işləyib, Polad bəy. Ona görə ümid edirəm ki, o yaxşı olacaq. Klipini təqdim elədik. Təbii ki, izləyicilərin fikri daha belə deyək də xoş olar. Nə olursa olsun qəbulumuzdur. Bu arada Demirlər. sənə bir yeni xəbərim var. Bu yayının hədiyyəsi olaraq gəlsin sənə. Murad abim bir an öncə mənə yeni xəbər verdi. Mən onun üçün bir tane mahnı hazırlamışam və hədiyyə edəcəm dedi. Oo, nə gözəl. Təşəkkür. Razı olsun. İnşallah xəcalətinizdən çıxmağa Allah fürsət versin. Bizim aramızda heç bir zaman xəcalət söhbəti olmayıb, bilirsən. Burada səsləndirmədə gərək yoxdur. Onu mən üçün deyirəm ki, ən azından mən rahatlaşım. Yox, sən elə belə də rahat ol. Şimdi yayında məni bozdurma. Bir duruşum var. Şimdi burada əfəndi durmuşam. Şimdi məni sinirləndirmə daha yaxşı olar. Biri mənə çox maraqlıdır. Məsələn, düzdür, biz uzun illərin dostuyuq. Amma ailənizdə səndən başqa musiqiçi varmı? Məsələn, mənə ana tərəfdən keçib musiqi duyumu, sevgisi. Anam sevdirib mənə musiqini. Səndə necə olub? Ailənizdə varmı? Neçə qardaşsınız? Neçə bacısınız? Biz 5 qardaş, bir bacıyıq. 5 qardaşdan heç biri musiqi alətlərindən istifadə ediblər, təhsilini alıblar, amma ki, davam eləməyiblər. Uğurlu da olublar, belə deyim. Məktəb yaşlarında bizdə atamın çox böyük həvəsi vardı ki, uşaqlar hərəsi bir şey bacarsın və tələbə yoldaşları ilə filan bu şeylərdə ifa eləyə bilsinlər. Qaldı da ki, mənim kimdən almışam, atamın dediyinə görə babam daha şey olub, səsi gözəl olub. Quran oxuyurmuşdu indi o vaxtın şeylərinə görə. Yaxşı avazı var imiş, bəlkə də ondan keçib. Amma belə yaxın qohumlardan var, uzaq qohum var belə ifaçı. Daha yaxın bir qohum xatırlamıram. Ailədə bir tək sən varsın o zaman musiqiçi olaraq. Bəli, mən varam, amma sağ olsunlar. Elə əllərindən bütün nə gəlibsə qabağımı kəsmək üçün hər şey eləyiblər. Bunu bilirdim, bilmem. Yayında söyleyeceğinden emin değildim. Ve ikimizin de yaşadığımız en zorlu bir şeydi ki zamanında bizim önümüzü kesen en büyük balta ailemiz olup. Belə deyim də, maşallah olsun, populyar olmuşdu. O aralar təsəvvür ki, WhatsApp yox, SMS yox, MMS var idi. O da 60 saata gedirdi də, bildiyiniz kimi, yəni sürət o deyil idi. İnanın ki, gündə bəlkə ən azı 10 MMS alırdım ki, sənin mahnın filan yerdə qulaq asırlar, sənin mahnın filan yerdədir. Özüm də gedirdim, görürdüm dükanlarda qulaq asırlar, radiolar, hərəsi bir yandan dövlət tədbirləri. Yəni inanın Allaha, bəzi adamlar var, indi adını çəkməyim, bilmirəm nə qədər doğru olar olmaz. Onlar hətta mənə deyirdilər ki, sən oliqarx ifaçısan, sən hər tədbirə gəlmirsən. Mənim prodüserlərimdən sağ olsun, çox yaxşı xanımdır. Azərbaycanlılarda da şişirtmək bilirsən də, şişirtirlər. Nədir? Həm də mən bir çox ölkədə ara gedirdik deyə, onlar da düşünürdülər ki, ay Allah, bu kimdir də bu yaşında, bu bütün dünyanı gəzir. Hətta Murad Arif bir dəfə tədbirdə, dövlət tədbiri idi, deyəsən yeni il şənliyi idi. Orada məni təqdimat eləyəndə qayıtdı dedi ki, dedi hal-hazırda elə bir müğənnini çağıracam sizə. Bulvarda idi, varsa bir 5-6 min adam olardı bəlkə də. Hə, dedi hal-hazırda elə bir ifaçını çağıracam, müğənnini çağıracam ki, mən onun səhifəsinə girəndə, Facebook idi o vaxtda, Adnoklassnik deyilən bir şey vardı, Rusiyanın səhifəsi, sosial şəbəkələrdən.
ən aktualları onlar idi o vaxt. Hə, dedi ki, mən onun səhifəsinə girəndə bir də ayılıram ki, 2 saatdır mən bunun səhifəsindəyəm, şəkillərinə baxıram, hansısa bir ölkədən filan. Amma belə, bilmədim sualıma tam cavab verdim yoxsa yox. Yox, tam olaraq cavab verdim. Yəni o keçmiş şeyləri, yaralarımı qaysağını açmaq istəmirəm. Keçmiş keçmişdə qaldı. Çətin də olsa, dəstəyin olmasa belə yenə özün öz addımlarınla daha irəlidəki nailiyyətlərə irəliləyərək getmisən. Amma bu yerə özün gəlib çıxmısan. Ən azından bu ən böyük xoşbəxtçilikdir. Kimsənin yardımı olmadan tək başına bu sferaya gəlib çıxmaq da çox Oldu, asan amma ki məsələ deyil. Daydaysız və maddiyatsız və öz səsinlə, istedadınla gəlmisən. Mən bunun üçün səni təbrik eləyirəm. Ona görə həmişə mənim üçün bəlkə də bir qəlbimin bir başqa yerindəsən. Onurumsan, qürurumsan, bu başqadır. Şəxsiyyətinlə, duruşunla. Yəni səndən nə qədər danışsam, indi insanlar bilmir sən nə qədər mənim yaxın dostumsan. Həqiqətən də burada da hər bu şeyi danışmaq, tərif, bəy tərifi kimi sən olmaz. Sən musiqiçi tərəflərimi və sənət tərəflərimi daha çox izləyicilərə, dinləyicilərə tanıtmaq istəyirəm. Səndən növbəti yeni mahnılar, istərsən də yeni çıxan bu gün YouTube-dakı yeni mahnısını dinləyə bilərik. İstərsən içindən nə gəlirsə yəni artıq. mavi gözündə ulduzlar yatar, bizə baxışla günü oyadar. Gəl baxışınla baharı qaytar, quşlar qayıtsın, qoy qatar qatar. Qulaq as sözümə, sir açım mən sənə. Baxdın sən üzümə, od qoydun gözümə, qaynayıb daşmadım mən. Mən baxdın sən üzümə, mat qaldın özümə, nə üçün çaşmadın mən. Hamı vurulur gözəlliyinə, əsrin olur kim baxsa sənə. Sən baxmasaydın əvvəlcə mənə, mən dönəcəkdim sənin kölgənə. Qulaq as sözümə, sir açım mən sənə. Baxdın sən üzümə, mat qoydun gözümə, nə üçün qaçmadım mən. Mən baxdın sən üzümə, mat qaldın özümə, nə üçün çaşmadım mən. Baxdın sən üzümə, mat qoydun gözümə, qaynayıb daşmadım mən. Baxdın sən üzümə,
mat qaldım özümə. İnşallah yeni mahnın sənə sevinç, sevgi, maddi, mənəvi qazançlar gətirsin, üzünü güldürsün, daha çox səhnə təklifləri alasan, daha çox toy təklifləri alasan. Toy demişkən onu soruşum sizdən. Azərbaycanla Türkiyədə fərqli olaraq bizdə toy daha çox öndədir, nəinki səhnə. Məsələn, sənin üçün ən önəmli olan nədir? Səhnəmi, toymu? Əlbəttə ki, səhnə. Səhnə əbədidir. Səhnə, auditoriya ömürlükdür. Amma toy bu gün, sabah, təbii ki, el şənliklərimizdir. Allah hər qapıya qismət eləsin. Toy da bir məktəbdir. Toy da bir səhnənin bir başqa yönüdür. Bilmirəm, indi bəzən bizim tanınmışlarımız da böyük səhnə alanlarımız toyda adlarının çəkilməməyi üçün o vaxtki dövrdə daha aktual imiş. Yəni hər hansısa bir ifaçı toy səhnəsi alırmışsa, toyda el şənliklərində iştirak eləyirmişsə, onları efirə də çağırırmışlar. Təbii ki, qadağa var imiş. Bir də dövlət tədbirlərində qadağa var imiş bu şeylərə. İndi senzura yoxdur deyə hər hansısa bir mahnı ilə tanınıb, sonra toyların, toy bazarın ələ almaq kimi bir şeylər var hal-hazırda. Amma şükür Allaha ki, artıq yenidən belə barmaq deyək ki, silkələdilər ki, yəni yer üzü bilin, səhnə ilə toyu, evi səhv salmayın. Həm geyim barəsində, həm ifaçılıq barəsində, həm repertuar barəsində və ümid edirəm ki, irəliləyən illərimizdə yenidən Azərbaycan musiqisi, necə ki, Üzeyir Hacıbəyli, Polad Bülbüloğlu və yaxud da ki, bizim digər korifey sənətkarlarımız var idi, var, yaşayır musiqimiz. Ümid edirəm ki, bundan sonra da olacaq. Yəni toy hər zaman aktual olsa belə, qazanc baxımından təbii ki, yaxşıdır, amma toyun da bahı yox, məhərrəmliyi var, orucluğu var. Bunları da nəzərə alsaq avantajlıdır. Səhnə, mənə görə də səhnə daha önlədir. Düzdür, məsələn, mənə də təkliflər gəlir, hətta mən sənə səsləndirmişəm bunu ki, niyə toya gəlmirsiniz? Hələ də tərəddüd edirəm. Keçən İstanbul Mehmet Kösenin sahnesinə getdik. Onu izlədik. Möhtəşəm bir səhnəsi var. Məni səhnəyə aldı. Hətta 4-5 dənə mahnı oxudum. Paylaşacağam Sevin. ara sıra. Mənə bir şey deyil. Mövzu mən deyiləm, amma sən də mənim kimi ikimiz də eyni necə duyğulara sahib insanlarıq. Biraz nə qədər də şey olsaq, səsimiz də olsa, sənətimiz də olsa, biraz geridə qalmağı, biraz utangaç, hələ də onu içimizdə yaşayırıq. Deyir ki, sən hala bu utangaçlığını yerə koymadın yani. Neden düğünlere gitmiyorsun? Neden seni çağırdıkları yere gitmiyorsun? Diyorum hala tam hazır değil de nedense ben de toy meselesinde biraz geride kalmağı düşünürüm. Bilmiyorum ne kadar doğrudur, ne kadar yanlıştı. Ama belki yavaş yavaş ben de alışarım diye. Ama tamamen hayatım ondan ibaret olmağını istəmərəm. Mənim üçün yenə nə qədər Məncə də. söyləsə, səhnə, yenə də səhnə. Bir musiqiçi və müğənni üçün ən müqəddəs yer səhnədir. Toy təbii ki Məncə də. olacaq. Toy təbii ki olmalıdır ara sıra. Toy tamamen sənin musiqi həyatın olmamalıdır. Tanıdığım insanlar var məsəl üçün. Yaxşı da səsləri var, yaxşı da mahnıları var və daha doğrusu mahnı ifa eləyə bilirlər, amma çox təəssüf ki, bu günləri onlar toyda oxuduqlarına görə hər hansısa bir dövlət tədbirində və yaxud da ki, korporativ tədbirlərdə gəlib qeyri-professional görüntü, qeyri-professional performans göstərirlər. Mənə də çox belə qəribə gəlir ki, bu necə olur da? Yəni toyda bu insan qabağına çıxa biləcək bir insan yoxdur, amma dövlət tədbirində, hər hansısa bir korporativ tədbirlərdə tamam başqa ab-havada olur. Sanki amatördür, sanki indi bu dəqiqə başlayıb belə bir şey. Nə mahnını doğru düzgün seçib təqdimat eləyə bilmir ki, hal-hazırdakı auditoriyam toyxana deyil və bura gələn insanlar hər kateqoriyadandır və məsuliyyəti var bu tədbirin. Və bəzən olub da, indi dediyiniz kimi də, vurğuladığınız kimi mən dövlət tədbirlərinin təşkilatında, sonra təşkil edilməsində, dövlət quruculuğunda, ifaçılığında, aparıcılığında iştirak elədiyimə görə illər. Yəni mən ilk başlayandan da zaten belə başlamışdım və mən həmişə də o toyu heç vaxtı gözümdə məsəl üçün toya gedəcəm, ifa eləyəcəm, tanınacam və toy tutacam deyə bir qavramım olmayıb beynimdə heç vaxtı. Buna yönəlməmişəm yəni. Böyük səhnələr olsun, özümü rahat hiss eləyim, öz mahnılarım olsun, sevilsin, sevilim. Bu olub həmişə mənim arzum. Yəni sırf toya gedəcəm, pul qazanacam deyə, yəni sırf qazanc üçün o şeyi də seçməmişəm heç vaxtı. Ümid edirəm ki, bundan sonra da onu eləməyəcəm. Dediyim kimi, yəni o nöqteyi-nəzərdən bəlkə də çıxış elədiyimə görə bu günləri mənim üçün də toy bazarı dəvət alıram, gedirəm. Amma mənim üçün biraz dediyim kimi
Eyni fikirdəyik yəni. Səndən yeni bir dənə mahnı alaq, sonra yenə bir dənə sual verəcəm sənə. Çünki mənim üçün də çox maraqlıdır o sualın cavabı. Yenə səndən dinləyicilərimiz üçün bir dənə musiqi alaq. Bəlkə öz mahnımızı oxuyaq gözün aralarda, yoxsa Nə istəyirsən, YouTubedan dinləyəlim? içindən nə gəlirsə. Geç gözümə görünmə, arxamca da sürünmə. Gözün qara, qaşın qara deyə sevdim düşünmə. Gözün qara, qaşın qara deyə sevdim düşünmə. Bu nə da, belə işvən asla gözün aralarda, gözün aralarda. Bu nə moda, bu nə da, belə işvən asla gözün aralarda, gözün aralarda. Qız mənim ürəyim dağ başı deyil, sən bildiyin qarta uçmaz buraları. Qız mənim ürəyim dağ başı deyil, səni sevdiyin qarta uçmaz buralarda. Geç gözümə görünmə, arxamca da gözün qara, qaşın qara deyə sevdim düşünmə. Geç gözümə görünmə, arxamca da sürünmə. Gözün qara, qaşın qara deyə sevdim düşünmə. Gözün qara, qaşın qara deyə sevdim düşünmə. Özüm yazdım deyə demirəm, çox qəşəng yazmışam maşallah. Maşallah olsun, göz dəyməz. O xam xəyallarda, ağlın orada burada, gözün aralarda, gözün aralarda. O xam xəyallarda, ağlın orada burada, gözün aralarda, gözün aralarda. Qız mənim ürəyim dağ başı deyil, sən bildiyin qarta uçmaz buralarda. Qız mənim ürəyim dağ başı deyil, səni sevdiyin qarta uçmaz buralarda. Geç gözümə görünmə, arxamca da sürünmə. Gözün qara, qaşın qara deyə sevdim düşünmə. Get gözümə görünmə, arxamca da sürünmə. Gözün qara, qaşın qara deyə sevdim düşünmə. Gözün qara, qaşın qara deyə sevdim düşünmə. Burada qırırdıq bir-birimizi. Klipdə. İraq yəni. Git gözümə görünmə, arxamca da sürünmə. Gözün qara, qaşın qara deyə sevdim düşünmə. Get gözümə görünmə, arxamca da sürünmə. Gözün qara, qaşın qara deyə sevdim düşünmə. Get gözümə görünmə, arxamca da sürünmə. Gözün qara, qaşın qara deyə sevdim düşünmə. Gözün qara, qaşın qara deyə sevdim düşünmə. Axırda da sonda da Səminə xanımın səsini eşitdiniz təbii ki, olmazsa olmazımız. Təşəkkürlər bir daha mahnı. Səsinə, ürəyinə, nəfəsinə sağlıq. Çox-çox təşəkkür edirəm gəldiyin üçün, qatıldığın üçün. Hələ proqramımız bitmir. Sənə daha bir dənə sualım var, çünki mənim üçün də maraqlıdır. Bugünkü Azərbaycan musiqi piyasasıdayım. Səni qane edirmi? Xeyr, etmir. Etmir, çünki bayaq başlayanda söhbət elədik, day, nə bilim, o musiqiyə dəyər verənlərimizin belə o imkanı, o fürsəti yoxdur ki, həqiqətən də sənətlə məşğul olan, musiqi ilə, səsi olan, hər hansısa bir istedadı olan insanın yanında dursunlar, dəstək olsunlar. Çox təəssüf, yəni bu da bir belə deyək də, musiqi sektorunun monopoliyası deyək. İnşallah ki, düzələr. İnşallah. Çünki o vaxtı sosial az idi. Hər hansısa bir insan öz maddi gücünə, kiminsə dayına və yaxud da ki, kiminsə ona verdiyi maddi, mənəvi dəstəyə görə qabağa gedə bilmirdi. Sənəti ilə, istedadı ilə gedirdi. Amma hal-hazırdakı dövrümüzün qüsurlarından biri də budur. Əgər pulun varsa, adamın varsa, səni tapşırırlarsa, dayın və yaxud da ki, dırnaq arasında kimlərinsə varsa arxanda, biraz plastik cərrahiyyə, biraz orası, burası, artıq sən gündəmdəsən və bütün biznes sənə axır. Çox doğru vurğuladın. Məncə
Artıq qardaş dövlətləri ikisində də elədir. Mən də burada gözləmlədiyim şeylər, izlədiyim şeylər eyni qaydada Azərbaycanda da o şəkildədir. İnşallah ki, səsimizi duyan, gerçək musiqiyə dəyər verən insanları daha önə çəkərlər, daha onlar işıq üzü görər və yaxşılar, o ələk məsələsi var. Ələkdən ələnər, o orta təbəqə, yüksək təbəqə, mütləq həyatın da hər anlamında bir orta, bir yüksək, bir aşağı təbəqə vardır. Bu sənətdə də elədir. Texnologiyada da elədir, bütün ailə həyatımızda da belədir. Amma məncə sənətçi olduğun zaman ya bu işin əri olmalısan, ərbabı olmalısan, ya da ki sənətçi yarım yamalaq sənətçi olmur. Mənə görə o olmur ki, bugünkü yarım yamalaq sənətçi çox var. Geyimi ilə önə çıxan, davaları ilə önə çıxan, kaosları ilə önə çıxan və ya arxalarında birilərini dayaraq önə çıxan. Mən bilirəm ki, istər kişi olsun, istər qadın olsun, bu hər sektorda bu dəqiqə bu bizim ən yaralı yerimizdir. Doğru. İnşallah bundan qurtularıq 2026-cı ildə. Bizim üçün 2026-cı il düşərli olar. Az da olsa Düşün. üzümüz gülər inşallah deyərəm. Yəni gerçək izləyicilərə, dinləyicilərə səsimizi duyura bilərik, bəstələrimizi oxuya bilərik böyük-böyük səhnələrdə. Böyük arzumuz da zaten budur. Ən böyük istəyimiz də budur. Çünki şükür Allaha musiqiyə zərər gətirə biləcək heç bir ifamız olmayıb. Heç bir çalışmamız olmayıb. Nə də dönüb geriyə baxanda onu bizim qabağımıza qoya biləcək də bir insan olmayacaq. Çünki o şeylər artıq bizdən uzaqdadır. Nə yaxşı ki, nə gözəl ki, müraciət elədiyimiz musiqi, müraciət elədiyimiz janrlar da hər zaman sevilən, seçilən və necə deyim, musiqinin, insanlığın, gələcəyin yenə də tələbatına cavab verə biləcək janrda, sözlərdə, musiqidədir. Şükürlər olsun ki, bu günə qədər də sən o tutduğun mövqeyini heç bir zaman pozmamısan. Özün şəxsiyyət olaraq, duruş olaraq, mahnı seçimi olaraq hər zaman bunu qoruyub saxlamısan və mən də mənim dostum olaraq mən də səndən fəxr edirəm. Yavaş-yavaş proqramımızın sonuna gəlirik. 1 saat necə gəldi, keçdi mən də bilmirəm. Artıq 1 saatı doldurduq deyə. Amma sonda səndən yenə bir mahnı istəyirəm ki, sonu daha gözəl bitirəlim. Proqramımız daha belə biraz pozitiv mahnı olsa daha yaxşı olar deyə düşünürəm. Olsun, türk olsun, Azərbaycan olsun. Azərbaycanla da yekunlaşdıraq. Yeni gələn dostlarımız, canlarım, ciyərlərim, benim ailəm, takipçilərim, dostlarım. Hepinizi görüyorum. Turkuaz seni görüyorum. Nərmin gəlmiş burada. Nərmin demindən yoktu. Selçuk abiyi görüyorum. Selçuk abi hoş geldin. Nevzat abi demin bir tane yazdı. Bilmiyorum izliyor mu izlemiyor mu? Ama geldiğini görmüştüm. En azından varlığı yeter. Hepinize teşekkür ederim. Müzik dinleyelim diyorum. Yıldızların altında məncə hamının sevdiyi mahnıdır. Bəlkə Tamam. onu ifa eləyim. Olur. Benim gönlüm sarhoştu yıldızların altında. Sevişmek ah ne hoştu yıldızların altında. Mavi nurdan bir ırmak gölgede bir salınca. Bir de ikimiz kalsa yıldızların altında. Yanmam gönlüm yansa da ecel beni alsa da gözlerim kapansa da yıldızların altında. Yanmam gönlüm yansa da ecel beni alsa da gözlerim kapansa da yıldızların altında. Gözlerim kapansa da yıldızların altında. Benim gönlüm sarhoştu yıldızların altında. Sevişmek ah ne hoştu yıldızların altında. Mavi nurdan bir ırmak gölgede bir salınca. Bir de ikimiz kalsak yıldızların altında. Yanmam gönlüm yansa da ecel beni alsa da gözlerim kapansa da yıldızların altında.
Yanmam gönlüm yansa da, ecel beni alsa da, gözlerim kapansa da, yıldızların altında. Gözlerim kapansa da, yıldızların altında. Yanmam gönlüm yansa da, ecel beni alsa da, gözlerim kapansa da, yıldızların altında. Yanmam gönlüm yansa da, ecel beni alsa da, gözlerim kapansa da, yıldızların altında. Gözlerim kapansa da, yıldızların altında. Dəvətinizə görə təşəkkür edirəm. Allah razı olsun. Biz teşekkür Çox edirik. Ne yaxşı ki xoş geldin, ne oldu. yaxşı ki varsan. Səsinə, ürəyinə, nəfəsinə sağlıq. Bundan sonraki həyatın daha gözəl keçsin. Daha böyük səhnələrdə səni görməyi diləyirəm Allahdan. Öndə də mən oturacağam. Mən səhnələrdən və dünyada səs-səda salmış səslərdən sizin mahnılarınızı eşitmək arzusu ilə bir daha təşəkkür edirəm. Qüsurumuz oldusa üzrü sayın, çünki ilk Bu dəfə qüsurlar deyib olacaq onsuz da canlı yayımda. hə, can təbii ki, bilənlər bilir, amma yenə də dediyim kimi bizdə nə düşər? Sizi əyləndirmək və qüsurlarımıza görə sizdən üzr istəmək. Ümid edirəm ki, hər şey yaxşı oldu. Mənim üçün də ilk prova idi, belə deyək. Burada və YouTube-la canlı-canlı belə qoşulmaq və sizin dəyərli insanların qonağı olmaq. Sizə ailəlikcə öpürəm, bağrıma basıram. Hər biriniz mənim üçün dəyərlisiniz. Allah hər birinizə can sağlığı versin. Lütfü abi görünməsə də, Lütfü abiyə təşəkkür edirəm. Teknik masa. Hər zaman yükünü çəkir və bizim dəyərli insanımız, dəyərli abimiz Murad abiyə də təşəkkür edirəm. Çox sağ olun, var olun. Yaxşı Çox ki, sağ ol, varsınız. var ol. Nə yaxşı gəldin. Bugünkü günümüz də səninlə şənləndi. Çox təşəkkür edirəm gəldiyin üçün, minnətdaram. Mən də izləyicilərimlə sağollaşım və proqramı belə də bağlayaq. Benim canlarım, takipçilərim, dostlarım, ailəm, çox təşəkkür ederim. Beni izlediğiniz için, kanalıma destek olduğunuz için hepinizi çok seviyorum. Hepiniz benim için çok değerlisiniz. Ne yaxşı varsınız, ne iyi ki de varsınız. İyi ki sizi tanımışım. Böylelikle bir salı programının daha sonuna geldik. Bir sohbet odası da böyle bugün güzel bitti diye düşünüyorum. Kusurlarımız için yine de affola diyorum. Bizden kaynaklanan bir şeyler değildi. Oluyor, karşı taraf hazır olabilir. Önceden de hazırlarız. Bazen aksaklıklar oluyor. Yeni bunun için de tekrardan sizden özür dilerim. Böylece hoşça kalın. Gelecek salı görüşmek dileğiyle mini konserimizde. Sağ olun, var olun. Minnettarım hepinize.